Deməli 1 litr qabda 8 mol dəm qazı və 5 mol oksigenin reaksiyası gedibdir, qarışdırılır. Tarazlıq anında 10 mol qaz qarışığı var deyir. Tarazlıq sabitini hesablayın. Deməli burada 8 mol verib və 5 mol da oksigen verib. Burada baxsaq 5 ilə 8 edir 13 mol. 10 mol qalıb. Deməli burada 3 mol ortada yoxdur. Yəni 3 mol sərf olunub deməkdir. Çünki 3-dən 2-yə gəlib. 1 mol azalmada 1 mol da oksigen. Yəni oksigen orada 3 mol azalma 13-dən 3-ə gəlibsə, deməli 3 mol oksigen reaksiyaya girib deməkdir. Avtomatik 6 mol da CO reaksiyaya girəcək və 6 mol da CO2 alınacaq. Deməli qarışıqda sonunda 6 mol karbon qazı var, 2 mol oksigen var, 2 mol da dəm qazı var. Yəni başlanğıc sərf olunan, alınan və tarazlıq formada yazsaq. KT də bərabərdir burada. Burada sonda qalanlarda tarazlıqdır. CO2-nin kvadratı qatılığın. Sonra CO-nun kvadratı vurulsun O2. O da bərabərdir. 6-nın kvadratı bölünsün. 2-nin kvadratı vurulsun 2. O da bərabər 36 bölünsün 4 vurulsun 2. O da eləyir 4,5. Cavabımız KT 4,5.